Sertifikatlaşdırma prosesində aşağı bal toplayanlar yenidən iştirak edib, nəticələrini artıra bilərlər. Xeyr, sertifikatlaşdırmadan keçmiş təhsil verənlər 5 il müddətində təhsil verənlərin sertifikatlaşdırılması prosesindən azaddılar. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakı üçün əlverişli şərait yaradılırmı? Bəli, test mərhələsində birinci dərəcə gözdən əlilliyi olan təhsil verənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davam etmə müddəti 60 dəqiqə artırılır. Təhsil verən sertifikatlaşdırma prosesindən hansı halda keçmiş sayılır? Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış, müsahibə mərhələsində isə azı 20 bal toplamış təhsil verənlər sertifikatlaşdırmadan keçmiş hesab olunur. Sertifikatlaşdırmanın nəticələri hansı məsələlərdə nəzərə alınacaq? Sertifikatlaşdırmanın nəticələri təhsil verənlərin gələcək karyera inkişafında və stimullaşdırılma tədbirlərində nəzərə alınacaq.